2 gündə 3 icra hakimiyyətinin tenderini udan sirli şirkət House Projects MMC dünən 2, bu gün bir tenderin qalibi seçilərək 2 gündə 3 qurumla müqavilə imzalayıb. Media TV Azmedia qrupu Valyuta.az-a istinadən xəbər verir ki, şirkət Hacıqabul rayon icra hakimiyyəti ilə 4199,62 manat dəyərində satın alma müqaviləsi imzalayıb. Alacağı vəsaitin qarşılığında Hacıqabul rayon icra hakimiyyəti tərəfindən şirkətə Hacıqabul rayonunda magistral yol boyunca yaşayış məntəqələrində abadlıq işlərinin layihə smeta sənədlərinin hazırlanması həvalə olunub. Xatırladaq ki, şirkət dünən də 2 müqavilə imzalayıb. Bunlardan biri Zərdab rayon icra hakimiyyətinin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə, digəri isə Çulfa rayon icra hakimiyyəti ilə olub. Birinci ilə imzalanan müqavilə Zərdab şəhərində abadlıq işlərinin layihə smeta sənədlərinin tərtib olunması, ikinci ilə imzalanan müqavilə isə Çulfa şəhərində Şəhidlər Abidə kompleksinin əsaslı təmirinin layihələndirilməsi ilə bağlı olub. Bağladığı müqavilələrə görə şirkət müvafiq olaraq 5097,6 manat və 34891,66 manat vəsait ödəniləcək. Şirkət icra hakimiyyətləri tərəfindən elan edilən tenderlərdə tez-tez qalib gəlməsi ilə seçilir. Bunlara misal olaraq Yevlax, Ağcabədi, Şamaxı, Şirvan, Ucar, Şəki, Naftalan, Beyləqan, Lirik, Ordubad və Ağstafa rayon icra hakimiyyətləri və onların müxtəlif ərazilər üzrə nümayəndəlikləri ilə imzalanan müqavilələri göstərmək olar. Qeyd edək ki, MMC 30 aprel 2021-ci ildə dövlət qeydiyyatına alınıb. 10 manat nizamnamə kapitalına malik şirkətin qanuni təmsilçisi Ağayeva Nərgiz Qəzənfər qızıdır. Şirkət dövlət qeydiyyatına alındığı zaman isə qanuni təmsilçi Qədirli Nərmin Qəzənfər qızı olub. Məlumat üçün bildirək ki, şirkətin nə veb sayt, nə də sosial şəbəkə hesabı var. Şirkətin qanuni təmsilçisi haqqında da açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Şirkət dövlət qeydiyyatına alındığı zaman ilk olaraq Bakı şəhəri Nəsimi rayon Mirəli Qaşqay ev 93 mənzil 21 ünvanında qeydiyyatda olub. Araşdırmalarımız zamanı məlum oldu ki, House Projects MMC həmin ünvanda qeydiyyata alınmazdan 2 il öncə bu ünvanda Everest tikinti layihə MMC də qeydiyyatdan keçib. Ona da əlavə edək ki, Everest tikinti layihə MMC hələ də o ünvanda qeydiyyatdadır. Ağayeva Nərgiz Qəzənfər qızı müəyyən vaxtlarda bu MMC-nin də qanuni təmsilçisi olub. Şirkətin hazırki qanuni təmsilçisi isə Qədirova Gülbəniz Telman qızıdır. Dövlət satın almalarının vahid internet portalındakı məlumatlara əsasən Everest tikinti layihə MMC-də müxtəlif vaxtlarda icra hakimiyyətləri və onların müxtəlif ərazilər üzrə nümayəndəlikləri ilə müqavilələr imzalayıb.